Təsəvvür elə ki, 20'li yaşlarının axırındasan və sən artıq demensiya xəstəsisən. Yəni beynin sıradan çıxıb, düşünə bilmirsən, davranışlarını idarə edə bilmirsən, yeməyini, içməyini, tualetə getməyini, heç nəyini idarə edə bilmirsən. Bəli, bugün daha bir baş belası, cinsi yolla yoluxan xəstəlik haqqında danışacağım və bu çox adını eşitdiyimiz, amma haqqında az məlumatımız olan siflis xəstəliyidir. Siflis xəstəliyi əvvəllər dənizçilərin, limanda işləyənlərin xəstəliyi adlanırdı. Çünki o zamanlar məhz bu yolla xəstəliyin yayılması daha sürətli idi. Tez-tez partnerlərin dəyişilməsindən dolayı. Amma günümüzdə bu sadəcə tarixi bir anlamda, çünki artıq siflis xəstəliyinin yayılması üçün, çoxalması üçün limanlara ehtiyacımız yoxdur. Belə də yayılır. Niyə görə bu xəstəlik qorxuludur? Əvvəldə dediyim kimi, beynin sıradan çıxmasına gətirib çıxarır, amma bu birdən-birə baş vermir. Və maraqlısı da odur ki, siz